Didqori döyüşünün 9 əsrlik tarixi bu gün gürcülərin misilsiz qələbə qazandığı həmin məkanda bir daha canlandı. Didqori döyüşü dünya tarixinə möcüzəvi qələbə adı ilə qızıl hərflərlə yazılıb. Didqoru başqa cür fəth edə bilmərik, bizə daim mübarizə aparmaq lazımdır. Bu sözlərlə ölkə prezidenti bu gün Didqori meydanında toplaşan cəmiyyətə müraciət edib. Tədbir zamanı müasir Gürcüstan müdafiə qüvvələrinin hərbçiləri liderlik keyfiyyətləri nümayiş etdirdiklərinə, ölkə qarşısında xüsusi xidmətlərinə görə Didqori xaçı və idarə medalları ilə təltif olunublar. Didqora başqa cür gedib çata bilmərik. Bizə hər gün mübarizə aparmaq, yorulmadan çalışmaq və özümüzü möhkəmləndirmək lazımdır. Mənəvi və maddi qidanı yalnız nəticələr əldə etməkdə deyil, gündəlik mübarizə və daim inkişaf prosesində axtarmalıyıq. Böyük İlyanın bizə vəsiyyət etdiyi kimi, hərəkət və yalnız hərəkət, mənim tərqim ölkəyə güc və həyat verəndir. Bugün bu müqəddəs torpaqda dayanaraq Didqorunun zəfərini yaradan müqəddəs Çar 4-cü David Ağmaşenebeli və öz qanları bahasına möhtəşəm qələbəni qazanan qəhrəman əcdadlarımızın xatirəsi qarşısında baş əyirik. Didqori meydanında qazanılan möhtəşəm qələbə hər bir Didqor döyüşçüsünün dönməzliyi ilə yanaşı ilk növbədə Çar Davidin müdrik və uzaqgörən siyasətinin nəticəsi idi. David Ağmaşenebeli ölkənin birləşdirilməsinə, dövlət institutlarının qurulması, ordunun islahatı, milli birliyin möhkəmləndirilməsi, kilsə ilə dövlətin sıx əməkdaşlığının təmin edilməsi, xalq arasında mənəvi və əxlaqi dəyərlərin gücləndirilməsi ilə başladı. Müqəddəs Çar David özünün misilsiz sərkərdəlik istedadını, dövlətçilik baxışını və daxili mənəvi möhkəmliyini vətənin, dilin və inancın möhkəmləndirilməsinə həsr etdi. Məhz bu güclü təməllər üzərində Gürcüstanı inkişafın tamamilə yeni mərhələsinə keçirən qələbə mümkün oldu. Rəsmi hissədən sonra Didqoroba bayramı ənənəvi olaraq Fövqəladə bələdiyyələrinin etno-güşələrinin təqdimatına həsr olunub. Didqori meydanında təşkil olunmuş sərgi məkanlarında qonaqlar Gürcüstanın müxtəlif bölgələrinə xas mədəni irs və ənənələrlə tanış olma imkanı əldə ediblər. Düz 905 il öncə Gürcüstan övladları mümkünsüz döyüşdə qələbə əldə etdilər. Bizim üçün bu gün fərəhli bir gündür. Qürurlanırıq. Ənənəvi olaraq Marneulini burada bir güşə kimi təmsil edirik. Fürsətdən istifadə edərək Ümum-Gürcüstanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Gürcüstan misilsiz qalibiyyətə imza atdı. Biz bu hadisəyə görə hər zaman fəxr edirik. Biz bugün nə edirik? Bizim keçmişimizi necə dəyərləndirdiyimizi gələcək nəslin görməsini istəyirik. Onlar da gələcəkdə bizim ata-babalarımızın bu qalibiyyətini qeyd etməlidirlər. Tədbir möhtəşəmdir. İlk dəfədir ki, Didqoroba bayramında iştirak edirəm. Öz-özümə dedim ki, yaşlı adamam, bu tədbiri görmədən ölməyim. Bunlara qurban olum. Bəyəndim. Svanlara və Ümum-Gürcüstana eşq olsun. Bugünkü tarixi qalibiyyət münasibəti ilə hər kəsi təbrik edirəm. Qurucu Davidin başladığı işi gürcülər davam etdirsinlər. Abxaziyanı, Samaçoblunu, ümumiyyətlə Dərbəndə qədər gürcü torpaqlarını bizim gələcək nəsil qaytarsın. Biz qurucu Davidin davamçılarıyıq. Didqoroba bayramı münasibəti ilə Ümum-Gürcüstanı təbrik edirəm. Yaxın gələcəkdə bütöv Gürcüstanı görmək bizə nəsib olsun. Səmamız daim aydınlıq olsun. Heç bir yerdə müharibə olmasın. Əsas da bizim Gürcüstanımızda. Bayram tədbiri çərçivəsində gürcü güləşi və qol güləşi üzrə keçirilən yarışların qalibləri müəyyənləşib. Yerli folklor və rəqs ansambllarının iştirakı ilə isə teatral səhnələşdirilmiş tamaşa təqdim olunub. Didqoroba hər il avqustun 12-sində keçirilir. 1121-ci ildə qurucu Davidin rəhbərliyi ilə Didqori döyüşündə Gürcüstanın qazandığı qələbəyə həsr olunur.